Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabi ve ma tabi'ahum bi ihsanin ila yevmiddin ve ba'd. Allah'ın selamı, rahmeti, bağışlanması üzerinize olsun. Allahümme amin. Allah subhanahu teala'ya Musa aleyhisselamın etmiş olduğu duanı edirəm ki, Allah'ım kavmimin içinde cahil olan insanların etmiş olduğu əməllərə görə bizə qəzəblənməməsini istəyirəm. Ki Musa aleyhisselam deyərdi, Allahümə la tuaxidna bima fa'ala sufaha'u minna. Allah'ım kavmin içinde cahil olan, elmsiz olan, məni anlamayan, sənin dəvətini, sənin kitabını anlamayan insanların etmiş olduğu davranış qaydalarına, etmiş olduğu əməllərə görə Allah'ım bizə qəzəblənmə deyərdi. Çünki həlak olanda hepimiz beraber həlak olacağız. Bəzən içimizdən olan insanların hansı əməllərinə görə yani bir toplum həlak olunabilir. Bu günləri ümumiyyətlə müsəlmanların durumuna baxıb incələdiyin zaman da görürsən ki, bu gün Quran aylarıdır. Televizorda baxırsan ki, insanlar Quran yarışmasındadır. Quranı oxuyan insana görə yarışırlar, kimin səsi gözəldir, cəzalanır, daha doğrusu mükafatlanır. Quranı gözəl səslə oxuyan, birinci yer qazanan insana hədiyyələr verilir. Bütün dünyada o insana təriflər deyilir. Lakin Quranı həqiqi anlamda açıqlayan insanlar isə cəzalandırılır. Ne kadar tuhaf bir zamanda yaşadığımızı görün. Kur'an sesi güzeldir, tezvidi güzeldir, malahətli sesi var. Okuyur ve ondan dolayı mükafat kazanır. İnancı, Kur'an'ı yaşayıp yaşamaması, kabul edip etmemesi o kadar önemli değil. Tələb ondan odur ki, Quran-ı Kərimi yaxşı səslə oxudu. Deyir, avazın yaxşıdır, oxuduğun Quran olsun. Atalarımızın misalı var. Deyir, avazın yaxşıdır, oxuduğun Quran olsa. Bu səbəbdən də Ramazan ayının içərisindəyik. Zikir məclisləri, söhbətlər nəyə çevrilir? Quran yarışması kimi bir yarışmaya çevrilir. Yani mən mi deyim, siz mi deyirsiniz? Yaxşı qoy mən deyim. Necə Quran-ı Kərim yarışmasında Quran oxuyanın özünün o Quranla o kadar bağlantısı olup olmadığını bilmirik ve onu dinleyen insanların, yarışın içerisinde dinleyenlerin ve o heyətin diyelim, içerisinde olan insanlar onun sesinin güzelliğini düzeldirlər, yaxşı oxudun, düzgün oxudun vesaire. Ne kadar onlar baxırsan ki, əlaqəsiz insanlardırsa, bugünkü müsəlmanların zikir məclisi də eyni o məclisə bənzəyir. Yani zikr olunan, anlatılan dersler, hadisler, ayetler, hükümler, anlatılan oradaki olan Allah'ın muradı, Allah'ın tələbi, Peygamber sallallahu aleyhi ve sellemin nəsihətləri, qadağası. Yani bunlara baxırsan ki, bunlar toplum üçün bir əhmiyyət kəsb eləmir. Məsələn, dünən deyirsən ki, suyu sol əlindən içmək olmaz. Məsəl üçün. Allah məni islah eləsin, insan deyir, doğru deyirsən deyir. Sabah baxırsan ki, sol əlindən yenə içir.
Bu adama bunun faydası oldu mu? Yok, olmadı. Zikir məclisinin Ramazan ayı başladığından bu günə qədər önemini arz edirik, sükunetini ərz edirik. Allah Resulü'nün məclisini, Allah'ın məclisinin olduğunu arz edirik, zikir edirik. Anlayan var mı? Tefekkür eden var mı? Əzəmətini dərk eden var mı? Sükunet olunması gerektiğini dərk eden var mı? Ki namaz qılanda dəfələrlə ki zikr olunur bu məsələlər ki, namaza gec qalanlar, abdest almayanlar, fərzi qılıb oturanlar, aşağıda yuxarıda olan insanlar namaz qılanlara maniçilik törətməsin. Bunun bir faydasını görürükmü? Görmürük. Dünən için aksakallardan bir dənəsi yaxşı sual verir ki, deyir ki, qardaş, sən müsəlmanları bugün çox danlayırsan, çox sıxışdırırsan. İndi mən onu həmən o yaşda qardaşımıza, aksakala sual verirəm ki, bu qədər Quran, zikir, hədislər, dəvət, Allahın və Rasulunun hökmləri insanlara anlatılır. Bəs onu əməl olunmaması, evdə atasan, evladın sözünü dinləməyəndə, ailən sözünü dinləməyəndə, sənin nəsihətlərini qəbul eləməyəndə, evi altının üstünə çevirəndə, səndən icazəsiz evin xəzinəsini dağıdanda necə rahat olursan? Bir ana evdə düzəni evlat tərəfindən pozulanda 1, 2, 3 evdə səs-küy, danlamalar evdən əksik olurmu? Yox. Nəyə görə sizin çestinizə, nəyə görə müsəlmanların bugün özlərinin xüsusi şirkətinə bir müdür olduqları bir konferansında, evin içində bir konferansdasan, evdə səni ailən, evladın dəfələrlə hər gün qəti dəlillərlə zikr etmiş olduğun məsələlərə, anlattığın tavsiyeləri, əmrləri ev əhli və uşaqlar dinləməyib ondan nəsihət almadığı zamanda necə o halın olur sənin? Bəs belə bir təqdirdə müsəlmanlar bugün sabah axşam onlara Allahın ayələri, hədisləri və ələ xüsusda cənnət və cəhənnəm anlatılır və ağır bir cəza olaraq anlatılır ki, qardaş, bunun axırı yaxşı deyil. Bax, sən bu əməlin nəticəsində cəhənnəmə gedəcəksən, Allahdan qorx, Allaha qarşı gəlmə. Bəs Allaha qarşı belə hörmətsizlik, saygısızlıq olduğu zaman biz hansı əsənlikdən, hansı mükafatlardan, hansı gözəl sözlər deyə bilərik ki biz? Atanın, ananın sözlərini dinlənməyən bir evdə, saygı duyulmayan bir evin içərisində, böyüyə hörmət olunmayan bir evin içərisində böyük evləkilərdən necə razı qala bilər ki? Doğru mu? Bəs Allahın kəlamı, Allahın Rasulunun sözləri, İslamın zikirləri nə üçün oxunur bugün müsəlmanlara? Əməl edilməsi üçün. Əgər bugün müsəlmanlar burada zikr olunanları müsəlmanlar əməl eləmirlərsə, basit şeylərdir, hansı ki insanın canını istənilmir, qolunun kəsilməsi istənmir, qulağı istənilmir, ürəyinin çıxardırıb verilməsini istənilmir. İnsandan istənilən bəzən 200 qramlıq, 50 qramlıq iki dodağının arasındakı olan bir ət parçasının tərpədilməməsini istəyir. Yəni, oradan səs gəlinməməsini istəyir. Doğru mu? Bunlar basit şeylərdir. Bunun üçün değerli Müslümanlar, bu Kur'an-ı Kerim dünən zikr ettik ki, bu aylarda nazil olmuştur ki, Müslümanlar onunla əməl etsinler. Allah Resul kıyamet günündə deyir, Resul deyəcək ki, ey mənim qavmim, ya qavm, ey mənim qavmim, ya Rabbi, mənim qavmim bu Kur'an'ı mahcur etdi. Yani ne yaptı?
görüb də görməməzlikdən gəldi. Görüb də görməməzlikdən gəldi. Ebu Hureyre radiyallahu anhu, Allah ona rahmet eləsin, Allah ondan razı olsun Ebu Hureyre'den. Mescide gelir, bazara gedir, görür ki insanlar bazarda alış-veriş içerisinde elə cənfəşanlıq göstərirlər ki, elə hərəkət edirlər ki, insanlarda elə bir həvəs var. Yani yuxu belə qaçır, yani orada yuxusu gələnin yuxusu 3 gündən yatmasa belə o bazardaki ticarət insanların yuxusunu ortadan qaldırır. Bizim hemen bu duruma benzer bir durumu Ebu Hureyre orada görür ve der ki, ey insanlar, götür onu tapar. Onu tapar. Ey insanlar, Allah Resulü'nün mescitte mirası dağılır. Paylaşılır, vərəsəliyi dağıdır, paylaşılır. Allah Resulü'nün vərəsəlisi dağıdırlar mescitten. Niye? Bu da boş-boş çayxananda, ticarette boş-boş gəzirsin. Gedin oradan payınızı alın da vərəsəlikdən. Miras dağıdılır, miras. İnsan oğlunun ağlına gelen mirası hemen anlayır. İlk signal hansı çalırsa odur. Beyninde meşgul ettiği miras neyse o signal onu hemen cəlb edir. Herkes ayak yalın, başı açık mescide koşur. Gəlir görür ki mescidde ne pul var, ne para var, ne mirası var, hiç ne yoktur. Ebu Hureyre de bunların arkasınca gelir. Deyirlər, ey Ebu Hureyre, niye yalan danışırsan? 3-4 tane zikir ve elm məclislerinden başka hiçbir şey yoktur burada. Deyir, vay olsun sizlere. Allah Resulü özü ölenden sonra peygamberler ne dinar ne dirhem bıraktı. Bəs demedim ki peygamberler dinar ve dirhem bırakmazlar. Onlar bıraktıksa sadece elim bırakarlar. Allah Resulü size bırakmış olduğu miras elimdir. Gelin bu elime sahip çıkın. Elim sizin aranızdan kalkıp gitmeden elimi öğrenin. Bunu Resulullah sallallahu aleyhi ve sellem ve ashabı bu şekilde anlattı insanlara. Onlar buna sonradan ayrıldılar ve buna en güzeliyle sahip çıktılar. Buna göre kardeşler bu dine sahip çıkacak Müslümanlara ihtiyaç var. Bu Kur'an-ı Kerim'in yani her yıl tekrarlanır. Kur'an-ı Kerim her yıl bizim elimizin içinde tekrarlanır, ezberimizde tekrarlanır. Ama tefekkür olunarak tekrarlanmır. Düşünülerek tekrarlanmır. İçindeki olan ayetler emel olunması için tekrarlanmır. Bu mirasa saygı duyulmur. Vallahi deyirəm 27-28 ildir elimle uğraşıram. İçində həbsxanasıyla beraber hiçbir zaman oxumağı tərk eləmədik. Şahid olanlar bilir, kitabdan hiçbir zaman uzaklaşmadık. Dəvətdən hiçbir zaman uzaklaşmadım, Allah'a hamd olsun. Okudum, okuttum, anladım, anlattım, fəhmettim, fəhmettirdim, örgəndim, örgəttim. Ben neyi anladım bilirsem? Yer üzerinde değil de bizim ümmiyetle, bizim anlayan toplumların içerisinde en değersiz olan şey elim meclisleri, zikir meclisleri, İslami elimleri insanlar her şey için feda etmeye hazırdılar. Bir isteken çay İslami zikir meclisini vallahi değişebilir. Hafif bir telefon zenci zikir meclisinden değişebilirsin. Hafif bir konaklıktaki bir iftardan sonra normal bir tiki artık yedikten sonra bir yuxu, az bir yuxu seni zikir meclisinden değişebilir yani. Ben bunu gördüm. Anlayan var mıydı? Var idi. Onlar yoktu. Onlar öldü gitti. Onlar Allah aldı gitti. Onlar yaşamağa bizim içimizde Allah istemedi yani. Çünkü onları poza bilərdi ona göre. Onlar elhamdülillah ricalun, onlar o kişiydiler ki
Allah'a vermiş olduğu sözlerde durdular. Allah onların canlarını aldı. Az insan var ki وَمِنْهُمْ مَنْ قَضَى وَمِنْهُمْ مَنْ يَنْتَزِرْ gözleyen az insanlar var bu meseleler ki canlı, alını, ömrünü Allah yolunda versin. Bu sebepten de bakın az önce Muhammed suresi Qital suresidir. İkinci adı Savaş suresidir. Muhammed suresinin. Mücadele suresidir. Çalışmak, cəhd göstermek, çaba sərf etmək suresidir. Allah Subhanahu teala burada Müslümanlara səslənir ki, bu dine yardım etmeyin qaydası, kuralı budur ki, ya eyyühellezine amenu in tansurullaha yansurukum. Ey müminler, eğer size yardım olunmağını istəyirsinizsə, siz Allah'ın dinine yardım edin ki, Allah da size yardım eləsin. Yani bu ayeti başa düşmeyen olabilir mi? Yani necə yani demek necə olabilir ki? Allah açıq deyir. Ya eyyühellezine amenu in tansurullaha yansurukum. Siz Allah'a yardım ediyorsunuzsa Allah da size yardım ediyor. Allah'a yardım Allah'ın dinine, Allah'ın peygamberine, Allah'ın dəvətinə, Allah'ın kitabına, peygamberinin sünnetine, İslam'a yardımdır yani. Ve yusabbit aqdamakum ve sizi sabit saxlayar, büdürəməzsiniz. Büdürəməzsiniz. Siz Allah'ın dinine yardım ettiğiniz zaman Allah da size yardım edecek. Bize yardım olunması için çalışırıq ve nəticəni əldə edə bilmirik. Çünkü niye? Allah şart koşub ki, yardım istəyirsənsə, yani problemlerinin çözülmesini istəyirsənsə Allah'ın dinine yardım elə. Allah da sana yardım eləsin. Yani zaten sonuçta Allah'ın izini gerekir mi olunan yardımda? Kazandığın ticaretin bereketli olması için Allah'ın icazesine, rızasına ihtiyaç var mı? Yoksa yoktur size göre. Belki inanmışsınız olabilir. İnanmışsınızsa problem yoktur. Yani eğer Allah'ın sizin ticaretinizde, işinizde, gücünüzde, rızkınızda eğer Allah'ın icazesine ihtiyaç yoktur diye inanırsınızsa bu başka. Yok eğer böyle bir Allah'a inanırsınız ki bütün emellerimizin neticesinde Allah izin vermediyse benim ruzim, rızqam, benim çalışmama bağlıdır. O çalışmaya bereketli kılan Allah'tır. Madem öyleyse Allah da sana deyir ki, Allah bize deyir ki, ey Müslümanlar, Allah'ın dinini terk eləməklə zengin olabilmeyeceksiniz. Olacaqsınızsa Allah sizi onun aleyhinize çevirecektir. Allah'ın dinini terk eləməklə dünyada izzət sahibi olabilmeyeceksiniz. Allah sizin qəlbinizə qorxu salacaktır. Mən yer üzerinde ikinci təcrübəmlə Allah'ın dinine bilərəkdən İslamı olup da sonra zərər vurup da iflah olan, qurtulan, rəzil olmadan bu dünyadan köçən heç kim görmədim. Hamısı rəzil oldular. Kim Allah'ın dinine savaşlaştıysa Allah onları rəzil etdi. Kim dünyasını ahiretine tercih ettiyse Allah onu dünyasına baş bıraktı. Keçici bir zamandan sonra Allah onu dünyasının başına yıktı. Dünyasının elinden gitti, rezil ve rüsvay oldu. O değerini kaybetti. Zengin insan zenginliği gösterdiği zamanda değerlidir. Ben bir kere size söylemişim. Koy bir de söyleyeyim. Diğer fezekkirin ne zikre tenfe'l mu'minin. Bakın ben sualları inşallah dersten sonra cevap vereceğim. Ben bir elm tələbəsi olarak mesela üçün, ben indi özümü elm tələbəsi olarak adlandırıram. Kiçik bir elm tələbəsi. Allah'ın bu Allah'ın bir lütfüdür. Ben deyirəm, mən elmiyəm, mən biləyəm, mən eləyəm. Məndən bəklənən nədir? Sual verirəm. Bir elm tələbəsi olarak veya bir alim deyirəm ki, bir aliməm mesela üçün. Məndən toplumun bəklentisi nədir? Alimdən, dəvətçidən bəklenti nədir? Dəvət eləmək, doğru mu? Doğrunu söylemek, doğru mu? Allah ve Resulün hakkını vermek, doğru mu? Allah'ın ayelerini, peygamberin sünnetini insanlara güzel şekilde insanlara ulaştırmak, çatdırmak değil mi? Davet eden bildiklerini insanlara anlatması değil mi? İlmi ile insanlara elm vermesi, yayması, öğretmesi. Yani elm ehlinin, alim dediğin zaman yani evinde oturan bir adam İslam'a, İslam dinine, peygamberinin sünnetine
yardım etmeyen, fayda vermeyen bir insanın alim olacağı size lazımdır mı? Yok. İndi eyni bir şey soruşuram. Məndən bəklənti budur, doğru mu müsəlman? Yəni burada olanlar da öz fikirlərini yaza bilərlər. Alim olan bir dəvətçidən bəklənti nədir? Hamı bilirdir nə bəklənti olduğunu, doğru mu? Yaxşı. Biz zəngin olan bir adamdan bəklənti nədir? Yəni İslam dünyasının bəklentisi nədir? Zəngin zənginliyini, pulunu kartına qoyub, Dubai, Şəki, Bakı, Quba gəzib istirahat eləməsidir mi? Allah bunun üçün bunu pul vermişdir. Allah varı zənginliyi olan vermiştir. Allah bir topluma bir ordu verib. Məsələn, Allah Subhanahu taala deyirəm ki, bizim millətimizə bir ordu verir. Allahın ordusudur. Yəni Allah verib də, yəni Allahın izni ilə olan bir şeydir. Mülk Allahındır çünki. Kimin əlində nə mülk varsa hamısı Allaha aiddir. Heç kimin mülkü yoxdur. Allah, çünki Allah deyir ki, mülk mənimdir. İstəyir müsəlman olsun, istəyir qeyri-müsəlman olsun. İstəyir xristiyan olsun, istəyir yahudi olsun, istəyir xəstpərəst olsun. İnsanların əlində olan mülk, taxt mülkü olsun, ordu mülkü olsun, tankı olsun, parası olsun, hamısı Allaha aiddir, doğru mu? Azərbaycan bir mülkü var idi, hərbi bir mülkü ilə ermənilərlə savaşdı, müzəffər oldu. İndi bu ordunun boş-boşuna bir kənarda durub da, yəni heç bir şey istifadə olunmadığı zaman buna ordu deyilər mi? Mənim ordum var, amma heç bir şeydə fayda vermir. Doğru mu? Yəni bir insan, bir doktordur, mən yaxşı diş doktoruyam. Deyirəm, qardaş, mənim dünən dişim qırılıb, həqiqətən qırılıb. Diş doktoruyam, bir dənə dişimə baxdı, yox deyir, mən baxmıram. Mən cərraham, mən ürək doktoruyam, mən ciyər doktoruyam. Yəni hər hansı bir şey, məsələn burada deyərəm ki, su kəsilibdir, krant qırılıbdır. Adam deyir, mən sağlık, qardaş, bunu düzəldə bilərsən? Deyir, yox, mən düzəltmirəm. Yəni düşün, hər kəs özünü bir sifətlə, bir vasıfla vasıflandırır, amma və lakin o vasıfını istifadə eləmir. Yəni bu adam lazımlı bir adamdır. Yəni bu adamın o vasfı, o sifəti, o mühəndisliyi, o həkimliyi, o santexnikliyi, o alimliyi nə faydası var? Adam gəlir deyir ki, mən drone ustasıyam, mən tank ustasıyam, mən F-16'yı sürə bilirəm. Dövlət çağırış qardı lap yaxşı. F-16 istifadə edə bilsən, düşün ki, hamı ölüb, bir nəfər qalıb. Deyirlər, qardaş, bu gəl F-16 istifadə elə, düşmanı öldür. Deyir, yox, minmirəm. Amma mən çox super sürürəm. Və sən super sürmür, sənə təpəbə dəysin. Mən nəyimə lazımdırsə, onun istifadə elədiyin zaman sən təşəkkürə layiqsən. Bugün bir zəngin, bir imkanlı, bir mücahid, bir alim, hər kəsə verilən vasfı Allah yolunda istifadə elədiyi zaman da dəyər qazanır. Mən də deyirəm, mən aliməm, amma sizə heç yol getmirəm. Mən dəvətçiyəm, dəvət eləmirəm. Əmr bil marif eləmirəm. İnsanlara İslamı öyrətmirəm. Gəl, ay hoca, kes namaz qıldı, yox, mən qıldırmıram. Bəs sən nəyə yarayırsan? Mən aliməm. Mən dəvətçiyəm. Sənin alimliyin, sənin özvə aidtiman, alimliyin ona görə verilib ki, sənə bu. Allah ona görə sənə bunu verib ki, insanlara faydalı olarsan deyə. Ya Peyğəmbər düşünün. Peyğəmbər gəlir, deyir, mən Allahın Peyğəmbəriyəm. Allah ona Quran göndərib. Quran göndərib ki, Muhammed Aleyhisselam, bunu insanlara təbliğ elə. Peyğəmbər deyir, yox, mən qəbul edirəm, amma mən təbliğ eləmirəm. Belə Peyğəmbər ola bilər mi? Yəni? Bax, bizim problemimiz budur. Biz müsəlmanların problemi budur. Adam zəngindir, zənginliyini müsəlmanlar görmür. Adam fakirdir, fakir kimi hərəkət eləmir. Adamın hər hansı bir şeydə İslam və müsəlmanlara Allahın dininə edəcəyi bir fayda var, o faydanı vermir. Nəyə lazımdır o zaman sənin bu faydan? Məsələn, İslamın bir camiyənin, sual verirəm. İslam bir cəmaat olmanın faydası nədir? Bizim Azərbaycanda cəmaat olmanın faydasını mən sizə söyləyirəm. Bir arada iftar eləmək, bir arada sahur yemək, bir arada Qəbələdə, Qubada, yenə Qəbələ Qubələr bizə ateşə tutacaq ki, imkan verir, qoy ticarətimizi edək. Qəbələdə, Qubada bayram keçirmək, şənliklər keçirmək, tamam? Müsəlmanların birliyinin faydası. Əqiqlərdə iştirak eləmək, toy olanda toyumuza çağırmaq. Bunun xaricində əlavə etdikləri əməl nədir? Aramızda bizdən olan kasıb, fakir, fuqara varsa,
Dedikodu fitne olmasın diye yarın bugün onun bunun gözüne sokmamız üçün də insanlara Ramazanda fitrə verdik. Nərim ona ət kəsdik, buna 2 kilo yemək verdik, 5 kilo yemək verdik, biz bundan ibarətik. Azərbaycanda İslami camiyə, cəmaat deyəndə, amma İslami cəmaatın məqsədi bu deyil ki. Yəni bunun adı nədir? Bunun adı yeyimə, içmə kampaniyası olan bir cəmaat. Ara sırada kasıblara da fəqir fuqaraya verirlər ki, o da vicdanlarından dolayı, vicdanları rahatlasın deyə. Yəni mənə bunu burada kimsə artıq deyə bilmək yox, sən bilmiyor. Bu məsələdə mənə yox. Hamıya xox, mənə yox. Çünki bunun təməlinin daşını atan insanlardan biri mənəm. Biri mənəm, demirəm mənəm. Biri mənəm. Əsasını mən təşkil edirəm. İllərdir də bu işin içərisindəyim. İllərdir də bu işin tam təpəsindəyəm. Həyatımdan yuxum istisna hiçbir zaman bu Allah üçün çalışmamı tərk eləməmişəm. Yuxu istisna. Yuxu istisna, o da ki əlimdə deyil. Allahın fıtırı kövmü olaraq Allah mən yatırdır, mənim əlimdə deyil. Bu səbəbdən amma bu cəmaatları incələdiyin zamanda gəl desən Allah üçün müsəlmanlar bərabər olmalıdır, dəvət eləməlidir, elm almalıdır, elm verməlidir, müsəlmanlar gücünü bir yerdə olmalıdır, bir-birlərində münasibətləri yaxşı olmalıdır, qardaşlıq eləməlidirlər, yoldaşlıq eləməlidir. Bax, sual verəcəm sizə yenə sual. Suallar bugün çox oldu qəlbə. Yenə sual. İslam cəmaatının birliyi mi önəmlidir? İslam qardaşlığı mı önəmlidir? Qardaşlıq hər şeyin başında gəlir. Allah deyir, innəməl mu'minunə ixvətü, möminlər qardaşdır. Yəni, mənim cəmaatım sənin cəmaatınla İslam qardaşlıq eləyə bilmir. Nə deyə görə? Orada bir qardaş var, saçı saqqalı ağdır, bizim ondan xoşumuz gəlmir. Ya o adam bu cəmaatdan çıxıb gedəcək, biz ona oraya salam verəcəyiz, ya da ki, başqa türlü mümkündür. O cəmaatda saçı qara, saçı uzun boylu, kısa boylu falan kəs var, bizimlə alınmaz. Ya o adam, ya biz. Qardaş, Allah Rasul cəmaatında münafiq də var, sən nəyə beləcəkdir? Biz insanları islah etməklə məşğuluq. İnsanlara hökm edib, onları təbərrü etməklə məşğul deyilik. Biz hər birimiz islah olmağa ehtiyacımız var. Düzəlməyə ehtiyacı var. Yanlışlarımızdan düzəlməyə ehtiyacımız var. Masub olan heç kimsə yoxdur. Bizim nəyə ehtiyacımız var, bilirsənmi? Biri mənə burada xavariz deyir və ya biri mənə burada mürciə deyir. Burada bir qardaş var, gəlin mənim bağrına basır, şələ gedib onun bağrına basır. Belə bir din yoxdur. Kişindən biri, sən hansındansan, onu deyəcəm. Kişindən biri yoxdur. Sən də gözəlsən, bu da gözəldir. Yox, elə şey olmaz axı, nətər yəni, o adam məni sapıq görür, nətər ola bilər ki, məni sapıq görən sənin qardaşın necə ola bilər ki? İslam nə deyir? Bax, həmişə əməl olunmayan bir dənə ayət var. Əməl olan çox ayətləri var. Mahcur olmuş, yəni üstü qapanmış, zulma məruz qalmış, haqsızlığa məruz qalmış bir ayət var. Davamlı olaraq zikirləmişəm. Hansı sürən hansı ayətidir? Xatırlayan var mı? Təfsirini keçmişəm. Bu da bəzi adamlar var, o dərsdə iştirak ediblər yəni. Bəli, sürən tapdığın ayəti də görüm. Yox, o deyil, yaxınlaşsa yaxın. Əməl olunmayan hansı ayət idi? Bax, sən də orada olmuşsa, yaxınlaşmışsan. Hansı ayət idi o? Əgər, ayətin başı, əgər, taifətəni, iki mömin tayfə arasında kin, küdrət, dava, savaş, qınanma, anlaşılmazlıq olarsa, o ki tayfanın arasını islah edir Allah Subhanahu taala. Əgər bir tayfa islaha gəlirsə, ayətdir ha. Hucurat Surəsi 9-cu ayət. Əgər bir tayfanın islaha gəlirsə deyir, ikinci tayfa islaha gəlmirsə, siz o islaha gələn tayfanın yanında yer alın. Onlar islah olunmağa, barışa, sülhə gəlincəyə qədər onlarla mücadilə edin deyir. Hətta Allahın hökmünə gəlincəyə qədər. Əgər onlar Allahın hökmünə gəlib islah olmağa qəbul edərlərsə də, o zaman
onları öz yollarına bırakın. Elhamdülillah Allah'ın isteği böyle olmuştur. Çünkü ne diyor? Çünkü diyor, çünkü müminler kardeştir. فَأَسْلِحُ بَيْنَ اَخَوَيْكُمْ Müminler kardeşlerimizin arasını ıslah edin. Bak değil mi adam Müslüman cemaatler arasını ıslah edin ki müminler kardeştir. Ve in tayfa, iki tayfa. O da tayfadır, bu da tayfadır. Arasını düzelt. Niye gelmişsen kardeş şeriyete? Çünkü Allah öyle dedi. İn bagat ihdahuma, eğer iki tayfadan birisi yolunu azarsa, siz yola gelene Allah'ın hükmüne boyun eğen tarafın yanında yer alın. Çünkü bak kardeş, bu adam deyir kardeşim ben razıyım, İslam'a boyun eğmeye razıyım. Şeriat der ne deyirse ben razıyım. O birisi de yok ben kabul edemiyorum. Allah ne deyir? Onu terk ile bunun yanında dur. Ben demirəm Allah deyir ha vallahi de billahi de tallahi de ha aç oxuyaq. Ya Rab. Aç oxu Hücrət surəsi qabağına gəlsin də. Bastım Hücrət surəsi gəldi. Al. Bismillah. Ve in taifetani minel mu'minin iktetalu. İki mümin tayfa savaşarsa, problem çıkarsa, aralarında dava dalaşırsa, fe eslihu beynehuma aralarını düzeldin. Fe in bagat ihdahuma eğer birisi bağı olup haddi aşarsa alel ukhra diğer tarafa karşı fekatilu hele ben savaş kelimesini söylemedim da dedi ki onlarla fekatilu yani mübarize yaparın savaşı mücadele edin elleti tebgi haddi aşanla ne zamana kadar hatta tefi'e ile emrillah hatta Allah'ın emrine hükmüne gelinceye kadar fe in fate eğer razılaşarlarsa da fe eslihu beynehuma geldikleri zaman siz sulh edin. Bak burada demir hüküm verin, sulh edin değil. Deme sen haksız, sen haksızsan. Demir sen tövbeyle. Diye ki barışın, kucaklaşın. Birbirinizi haksız çıkartmayın. Ayet dehşettir kardeş, dehşettir. Demir hakim gelsin, desin ki sen suçluydun, sen suçsuzsan. Şeriat onu demir. Kardeşler arasında hüküm olmaz. Kardeşler arasında sulh olur. Cemaatler arasında sulh olmalı. Barış olmalıdır. Der olan oldu geçen geçti. Yok. Allah bunu istiyor. Allah bizden bu ayeti emel elemezdir istiyor. Nerede o emel eleyenler? Nerede? Bazen sual verirler. Peki siz bundan mısınız? Vallahi ben bunun başıyım. Hiçbir güne kadar indiyene kadar kimse bizi sülhe çağırdı da biz sülhten vazgeçtik diyen hiçbir insan olabilmez. Hiç kimse olabilmez. Derler sülh baş göz üstü. Kardeşlik baş göz üstü. Allah ve Resulü'nün hükmü baş göz üstü. Problem yok. Önemli olan sülh olsun. Kardeşlik olsun. Beraberlik olsun. Çünkü hüküm olanda kin küdret olacak. Hüküm olanda sen bundan halallık iste. Bu senden halallık istesin. Bu fasiktir. Bu kafirdir. Allah bunları istemiyor bizden. Allah istiyor ki Müslümanlar arasında barış olsun. Sülh olsun. Kardeşlik olsun. Gınanma olmasın, aşağılanma olmasın, kin küdret olmasın. Götürsün sonra değilse benim başımda. Sülh olsun. Anlatabildim mi? Sülh olsun Müslümanlar arasında. Çünkü Allah subhanahu فَاَسْلِحُ بَيْنَهُمْ بِالْعَدِلِ وَاَقْسِتُ adaletle aralarında sülh yaradın, barış yaradın. İnnallah yuhibbul muksidin. Allah adaletli olanları sever. İnnemel mu'minune ihvetun. Çünkü müminler kardeştir. Fe eshu beyne ahavaykum. Allah kardeşlerinizin arası düzeldin. Vettekullah leallekum turhamun. Allah'tan korkun ve umulur ki Allah size rahmet eder. Allah'tan korkun. Bakın bizden Müslüman toplum olarak istenilen budur zaman kardeşler, Müslüman kardeşler. Allah'ın bizden talep ettiği budur. Peygamberin bizden talep ettiği budur. Dinimizin bizden talep ettiği budur. Bu Ramazan ayında Kur'an emel olunmak için indirilmiştir. Gelin hayatımızı Kur'an'la değiştirək. Gelin hayatımızı İslam'la değiştirək. Hacının, hocanın, elinin, velinin sözleriyle değil kardeş. Allah ve Resulünün sözüne herkes boynu kıldan ince olup tabi olmalı. Müslümanlar özellikle de İslam devletinin yani İslam hilafetinin olmadığı şeriatla yönetilmeyen memleketlerde Müslümanlar arasında kavga çıkması katiyen caiz değildir. Aralarında savaş çıkması katiyen caiz değildir. Müslümanlar birbirlerini tenkit eləmələri, sosyaldan ve diğer yerlerden
birbirlerini at çekerek A cəmatı, B cəmatı birbirinin aybını yayması hiç caiz değildir ki, alimler Resulullah sallallahu aleyhi ve sellemin ki münafikler Müslümanların arasında yer aldığına göre Allah Resulü açıktan onları teşhir etmedi ki diyecekler ki Muhammed öz hesabını öldürür. Alimler de ki bu İslam devletinde böyleyse ki düşmanlar bize nezer salıp ki münafikleri bizden gördüğü için eğer onlara Muhammed aleyhisselam zarar vursa, çünkü onlar zahiren Müslümandır axı. Vahiy ile gelmişti ki onlar münafiktir. Onları çünkü insanlarla hüküm zahire göre olunur. Eğer diyor bu İslam devletinde böyleyse, İslam devleti olmayan yerlerde Müslümanlar Mekke dövründeki kimi kardeşlik edip sülh ve amanda yaşamalar lazım. Nefslerinin bir kenara koymalar lazım. Fedakarlıkla birbirlerini yola vermeleri lazımdır. İslam, hakiki İslam budur. Ama biz bu İslam'ın neresindeyiz? Defalarla diyelim ki insanları paylaşmayın. Müslümanlar arasında olan anlaşılmazlıkları paylaşmayın. O oğruk elediği, bu yalan anlattığı, bu attığı, bu Müslümana bunu paylaşmayın. Müslümanlara güvenliği itirmeyin. Yer üzerinde fitne fesat yaymağa sebep olmayın. Ne olacak? O da ondan, bu da bundan, falan kesti. Ben de görmüştüm. Bilmirsən ne kime güvenesin. Bak. Buna göre kardeşler şeriatı yaşamak elimle bu şekildedir. Ama biz özümüzden bir şeriat kurmuşuk. Bir din uydurmuşuk. Ve onu da Allah ve Resulünün dini diye insanlara yuttururuz. Mürciyeler bir yandan, Cehmiyeler bir yandan, Şiyeler bir yandan, Sufiler bir yandan, Havariciler bir yandan, tekfirde haddi aşanlar bir yandan, şefaatçiler bir yandan, savunmalar bir yandan. Kimi cemaat var, dini ancak şefaattir. Kimi cemaat var, dini ancak savunmadır. Kimi cemaat var, ancak dini, her şey din nesline bağlıdır. Din nesil nedir? Kimi cemaat var, ben nedir? Kardeşim, kimi cemaat var, ancak onun için varsa yoksa savaştır, cihattır. Kardeş, kimse Allah ve Resulünün dinini anlatmak istemiyor. Kimse insanları Allah ve Resulü'ne muhakeme eləmək istemiyor. Bunlar her birisi İslam'dan bir parçadır. İslam'ın bir ehkamıdır ama İslam değil. Cihad İslam değil, İslam'dan bir emeldir. Şefaat İslam değil. İslam'da Allah'ın bazı yerlerde farz, bazı yerlerde müstahap ve bazı yerlerde farz olan bir Allah'ın hükümlerinden, emellerinden bir tanesidir. Yani bunlar hamısı İslam'dan bir mesele ama İslam değil yani. İslam'ın asıl temeli nedir? İnsanları şirkten, küfürden sakındırıp insanları ibadete, tevhide davet etmek ve insanlar arasında güveni, emin amanı yayılmak, Müslümanların ve diğer insanların arasında Allah ve Resulünün bizden istediği şekilde, adil bir şekilde davranmaktır yani. Buna göre kardeşler, İslam'ın istediği bizden budur. Bize yani bu günleri, bu Ramazan gecelerinde Müslümanlar olarak vallahi en doğrusu olanı etmediğimiz sürece biz günahkar olacağız, davetimiz bereketli olmayacak, özümüzü düzeltmeliyiz. İnna Allah la yugayyiru ma bi kavmin ayetini daimen gözümüzün önünde bulundurmalı ki özünüzü ıslah eləməlisiniz, düzeltmeseniz Allah sizi düzeltmeyecek. Eğer siz Allah'ın dinine yardım edersinizse Allah da size yardım edecek şuarını nedir yaşamak lazım. Eğer siz ise İnsansurullah yansurukum. Kuraldır. Şart-i her Arap gramatikasında şart edatıdır. Azərbaycan dilindən əgər sən mənə bunu eləyərsən, mən də sənə bunu eləyəm. Al gülüm, ver gülüm. Al, ver. İnsansurullaha, eğer sen Allah'ın diline Allah'a yardım edersense, Allah da deyir, sana yardım edeceğim. Açıktır. Burada kapalı bir şey var mı azizim? Yani din, Allah tarafından yardım istəyirsən, sual. Sana yardım olması istəyirsən mi? Allah'ın dinine yardım elə. Xəstəsən, Allah sana şifa verməsini istəyirsən, bəli, Allah'ın dinine yardım elə. Kasıbsan, zengin mi olmaq istəyirsən, Allah'ın dinine yardım elə. Ailəndə, evində problem mi var? Var. Allah'ın dinine yardım elə, Allah sana yardım eləsin. Borcun mu var? Bəli, Allah'ın dinine yardım elə, Allah sana yardım eləyəcək. Evlenmək mi istəyirsən, subay qardaşım? Bəli, Allah'ın dinine yardım elə, Allah sana salih zövcə verəcəkdir. Alim mi olmaq istəyirsən?
Bildiklerinlə əməl elə, Allahdan qorx, Allahın dilinə yardım elə, Allah sənə alim edəcək. Niyə bəttəqullah yu'allimukumullah. Allahdan qorxun, Allah sizə gedəcək deyir. Ayətlər açıq, hökümlər açıq, məsələlər açıq, qapalı heç bir şey yoxdur. Əməl edən kişilər lazım. Bu dini çiynində daşıyacaq kişilər lazım. Yani bu din həvəsdir, din değil. Ramazan ayı geldi, arada bir dənə zikir məclisi olsun, yüngül var ki, eşkək məclisindən qalxmayaq, hədis xatırladaq. Belə olmuyor. Sən orada toplan, mən orada sağacıq verim kamerayla çəkim yuxarıdan belə görsən nə qədər gəldi tarafiyə, oradan çəksin ki, görsən nə qədər bizdə iftar adam gəldi. Burada bu din deyil. Bunun başını bırakın qardaş. O orada göstərsin ki, mənə takip 100.000 adam mənə takip. Elə bir Ronaldo zadı. Özlərini onu kim? Ronaldo dünyada Instagramda birinci adam takip edir, onu çalan pul yığır. Xəstəsiz. Səni Allah takip eləsin, səni. Allah səni takip eləməyindən sonra, Allah səni başını bırakıbsa, Allah səni unudubsa, Allah səni tərk edibsə, vay sənin alba. Ki Quran-ı Kərimdə ayət var. Ya eyyuhellezine amenu ittaqullah və tanzur nefsun ma qaddamat liqadin. Ey iman edenlər, Allahdan qorxun. Yarın